günümüzdə hər şeyə çatmağa çalışdığımız üçün, hər şeyə tələsdiyimiz üçün sinirsel problemlər daha çoxdur. Skolyoz, bu kimi əyilmələr, yəni bədənimizin bu verdiyi əslində bir siqnaldır. Hər fəqərənin özündə olan bir deformasiyanın belə bir psixoloji səbəbi var. Uşaqlar və yaxud da şəxs öz içindəki fərqli insandır, amma xarici mühit fərqlidirsə, oraya doğru əyilmək məcburiyyətində qalır. Bizim əslində bədənimiz ruhumuzun maşınıdır. Valideynlər 5 yaşından, 4 yaşından uşaqlara addım atdıqdan bədənlərinin, uşaqların ara-ara bədənlərinin quruluşuna baxsalar yaxşı olar. Əsas gözümə xoş gəlmisiniz. Bildirmək istəyirik ki, verilişimizi Medibord klinikasının sponsorluğu ilə baxırsınız. Bu dəfə də sizi tibbi mövzularla maarifləndirməyə davam edirik. Qonağımız Aytən Musayeva. Özünüzü təqdim edərdiniz. Xoş gəlmisiniz. Xoş gördük. Təşəkkür edirəm məni dəvət etdiyi üçün. Mən Elm Tədqiqat Tibbi Bərpa İnstitutunda həkim fizioterapevt, reabilitoloq olaraq çalışıram və bu sahənin bütün gərəkli olduğu nöqtələrinə toxunmağa və onları öyrənməyə, yəni hər zaman həvəsliyəm və gəlmişəm burada da hər kəsə bir töhfə verə bilsəm, nə mutlu mənə. Nə gözəl. Həqiqətən də fizioloji sağlamlığımız həm də psixoloji, yəni ruhumuzun da sağlamlığı çox önəmlidir. Bəs ən çox sizə hansı pasiyent, yəni nə kimi şikayətlərlə gəlirlər? Yəni pasiyentləriniz hansı üzrə şikayətlər Təbii daha olaraq çoxdur? mən ixtisasıma bağlı olaraq onlar gəldikdə fiziki şikayətlərlə gəlirlər, ağrılarla və digər bu ünsürdən olan obyektiv şikayətlərlə yaxınlaşırlar, amma onların psixoloji fonlarından özlərinin xəbəri olmur. Təbii ki, biz həkim olaraq onlara psixoloji dəstək olmağa çalışırıq. Nəzər yetiririk pasiyentin müalicəsi zamanı ki, biz onların fiziki tərəfdən qüsurlarını müalicə etdikcə onların psixoloji hallarında da yaxşı olur. Təbii ki, biz onu sizin qədər yüksək səviyyədə eləyə bilmərik, amma nəzərə çarpır. Amma onlar gəldikdə bilinçli olaraq, yəni onların psixoloji olduğu durumları ilə bağlı olaraq fiziki qüsur əmələ gəldiyini anlaya bilmirlər. Bəs hansı belə deyək ki, hansı xəstələrdə o sizdə daha çox işləyirsiniz, skolyoz, bu onurğa problemləri, daha çox hansı problemləri yaşayan insanlarda o onurğa problemləri görə bilirsiniz? Genel olaraq günümüzdə hər şeyə çatmağa çalışdığımız üçün, hər şeyə tələsdiyimiz üçün sinirsel problemlər daha çoxdur. Bu səbəbdən də sinirsel problemlər də onurğa ilə bağlı olur. Onurğaya daha çox iç orqanlarında da olur, amma indi mənim öz sahəm olduğu üçün onurğada olan problemləri görürük və bu da onların zamanla fiziki qüsurlarına gətirib çıxardır. Amma psixoloji olaraq stres, gərginlik, həyatda qaçaraq hər şeyə çatdırmaq istəmək, hətta psixoloji olaraq da hər şeyə çatmaq eyni anda arzusu. Bir dəqiqə bilirsiniz ki, hamı hər şeyi eyni anda etmək istəyir, amma buna zaman belə yetmir və bunun stresinin altında onlarda həm fiziki, həm də xronik xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Əslində dik durmamaq, yəni fizioloji olaraq bayaq Rüyələ xanım dediyi kimi skolyoz, bu kimi əyilmələr, yəni bədənimizin bu verdiyi əslində bir siqnaldır. Özgüvənsizliyimiz, özümüzə inanmamaq, əslində bəli, başqalarının təzyiqi və yaxud da mən çox vaxt psixoloji seanslar əsasında pasiyentin həddindən artıq özünün belə yükü olmayan valideynlərinin ya da yoldaşının ətrafındakı problemlər belə yüklənib gedəndə belimdə çox ağrılar var. Yəni bu yükləri, artıq yüklərdən belindəki olan ağrıları göstərir. Bu da sizin də qarşılaşdığınız şeylərdən biridir. Elə onlarda bellərindəki yük elə uşaqlıqdan başlayır. Qarşıma uşaqla valideyn gəlir. Yəni valideyn uşağın yerinə danışır. Uşaq dedikdə yəni artıq 15, 16, 14 yaşında yetkin bir şəxsdir. Bu şəxs fikrini deyə bilər. Psixoloji olaraq uşaq gözləyir ki, valideyn deyəcək. Bunun harası ağrıyır, hansı hissəsində nə var? Artıq baskısı oradan başlayıb. Yəni valideyn baskısı başlayıb. Valideyn baskısını qəbul etdisə, bu gələcəkdə məktəbində baskısını qəbul edəcək, digər hər yerdə işləyəcək sahələrdə də baskıları qəbul eləyəcək və hardasa işlədikdə müdiriyyətində baskısını qəbul eləyəcək və bu baskıların nəticəsində də artıq uşaq olduqda bunlar fərqində olmurlar.
Fərqində olmağa da valideyn də təbii ki, icazə vermir. Çünki valideyn onun yerinə danışır. Fərqindəlik haçan 30 yaşından sonra çatdıqda artıq fərqindəlik həm psixoloji fərqindəlik olur ki, mən bu baskıdan necə qurtulum, yox deməyi öyrənim. Həmçinin də necə olum bədənimi sağaldım. Yəni bir çox şeydə də gecikmiş olurlar. O bel ağrısı gələn insanın məsəl üçün ən çox onurğa ağrıları siz də sözünüzə qüvvət özgüvənsizlikdə yerində öz fikrini zamanında bilməyib içərisinə toplamaqdan olur. Daha çox məsəl üçün kifotik uşaqlar deyilir. Bunlar öz sözlərini deyə bilməyən uşaqlardır. Hər şeyi qəbul edib içlərinə sıxandılar. Onurğa ağrıları özgüvənsiz və yaxud zamanında valideyn hər şeyi eləyib, sən bilməzsən mən yaxşı bilərəm. Bu isə özgüvənsiz uşaqların skolyozun formalaşmasına səbəb olduğunu göstərir. Hətta belə maraqlı faktlar da var. Hər onurğanın fəqərəsinin özünün belə, təbii danışsaq ona vaxt çatmaz, hər fəqərənin özündə olan bir deformasiyanın belə bir psixoloji səbəbi var. Yəni zaten sinirlərimiz beynimizlə, beynimiz ruhumuzla hər şey bir-birinə zincirvari əlaqədə olduğu üçün əslində bir domino daşı kimi birini yerindən tərpətsən, digərləri dalınca gedir. Yəni bu da nə deməkdir? Belə deyim ki, uşaqlar və yaxud da şəxs öz içindəki fərqli insandır, amma xarici mühit fərqlidirsə, oraya doğru əyilmək məcburiyyətində qalır ki, bizim də onurğamız və yaxud da ki, sümüklərimiz əyilməyə məcbur qalır. Bunu deyək, yəni sən də dediyin kimi, Aytən xanım da dediyi kimi, bəli, bizim də belimizin və onurğamızın bir çox hissəsi bizim hansı psixoloji problemlərdən xəbər verdiyini göstərir ki, məsələn, belimizin alt hissəsi maddi problemlər özünə təsdiqdir, belimizin üst hissəsi çiyin, nəyin əziyyətini çəkmisən, nəyin yükünü yükləmisən. Burada da yenə siz yəqin ki, həm uşaqlarla, həm şəxslərlə, həm də eyni zamanda valideynlərin uşaqlara necə davranmalı olduğunu izah edirsiniz. Görürük, bəli. Həmçinin bir şey deyim hamıya ki, biz təbiət bizi dünyaya pürüzsüz təmiz gətirir. Yəni onurğamız, bütün digər orqanlarımız, əzələ sümük sistemi, daxili orqan hamısı düzgün şəkildə gəlir. Deməli, əgər təbiət bizə bu şəkildə dünyaya bəxş edirsə, biz bunu özümüz davam eləyə bilərik. Bütün problemlər beyində, psixologiyada toplanır. Yəni yaxşı olar ki, hamı olduğu kimi dünyaya təbiətin bəxş etdiyi kimi davam eləyib, sonunda da təbiət o şəkildə dönsə və yaşadıkları bu həyatı yəni dadını çıxararlar sonadək. Yəni bunun təbii ki, əsasında psixologiya durur. Hər şey insanın öz daxili aləmindən asılıdır. Və sizin müşahidə etdiyiniz o xəstələrdə daha çox bu maraqlı qarşılaşdığınız, maraqlı və irəliləyiş əldə etdiyiniz bir çox xəstələrdə irəliləyiş edirsiniz və amma işlərində maraqlı olanı ki, həm psixoloji, həm də həqiqətən də fizioloji sağlamlıqda nəyi müşahidə etmisiniz? Nəyi müşahidə edirik? Məsəl üçün bizdə daha çox uşaqlar olduğu üçün onların təbii ki, biz başlayırıq məşqlərə. Həmən məşqlərdən 3-4 gün sonra valideynlər belə yenə, uşaqlar yox, valideynlər deyir ki, uşaq artıq daha yaxşı dərslə çalışır, daha həvəslidir, az yorulur, enerjikdir, duruşu düzəldi. Duruş düzəldiyi üçün artıq psixoloji olaraq özgüvən də geri qayıdır. Yəni uşaq özündə bir yenilik hiss edir. Çünki bilirik ki, stres olduqda kortizolun səviyyəsi artır. Yəni bunların da dərs yükü ev bunun arasında gedib gəldiyi üçün əzələlər yəni kasılıb bir nöqtədə spastik vəziyyətdə olurlar. Artıq biz idman etdikcə bədəndə hormonal olaraq endorfin artır. Endorfin də əhval-ruhiyyəni yaxşılaşdırır. Əhval-ruhiyyə yaxşılatdıqca da beyin daha yaxşı işləməyə, qan dövranı da həmçinin həm qan dövranı bərpa olur, həm də beyin daha yaxşı işlədiyi üçün daha gözəl düşünə bilir və bu uşaqlar həyata daha həvəslə addımlaya bilirlər, irəliləyə bilirlər. Eynən. Bayaq da sizin qeyd etdiyiniz kimi videodan qabaq bizim əslində bədənimiz ruhumuzun maşınıdır. Yəni onun köməkçi bir vasitəsidir. Biz ruhumuza yaxşı baxsaq, bədənimiz də çox yaxşı olar, sinir sistemimiz də çox gözəl olar. Hətta o qədər özgüvənli və özünə inanaraq addımlaya bilərik ki, bu həyatda başqa vasitələrə və yaxud da digər şeylərə, yəni toksik deyək də zəhərli şeylərə ehtiyac belə qalmaz. Doğrudur. Bəs siz nə məsləhət görərsiniz? Valideynlər necə müşahidə etsin ki, mənim uşağımda hansı onurğa problemləri baş verəcək və yaxud da verdikdə hansı intensivlikdə müraciət etsinlər?
Əgər məsələ onurğaya gəlirsə, onurğanın elə stresslə bağlı olaraq əyilməsinin əvvəllə 10 yaş deyirdilərsə, indi artıq 6 yaşın altındadır. Erkənləşib, cavanlaşıb. Bütün xəstəliklər kimi, yəni onurğa, sümük əzələ, skelet əzələ sistemi də cavanlaşıb. Doğuşdan artıq valideynlər fikir verməlidir. Yəni bu belə gəldi. Əvvəllər məsəl üçün qarı nənələr düşünülürdü ki, yəni qarı nənə olduqda kifotik durumda olmalıdır. Nənənin quruluşu budur. Amma artıq o deyil. Yəni valideynlər 5 yaşından, 4 yaşından uşaqlara addım atdıqdan bədənlərin, uşaqların ara-ara bədənlərinin quruluşuna baxsalar yaxşı olar. Onlarla daha çox sıx kontaktda olub, onları yəni vizual olaraq paltarlarını dəyişərkən belə uşaqlarına diqqət yetirsələr, yerişlərinə diqqət yetirsələr, oturuşlarına, məktəbdə hansı şəraitdə oturma masalalarının, onların anatomik quruluşlarına uyğun olmalarına və digər hətta göz zəifliklərinə belə diqqət etməlidirlər. Çünki göz zəifliyi, digər anatomik, o saysaq bitməz. Yəni xırda bir pürüzə diqqət etsələr, gerisində artıq bizə gəlsinlər, biz artıq həm psixoloji, həm də fiziki olaraq onların yaxşılaşması üçün dəstək olacağıq. Ki bu da gələcəkdə onların həyat keyfiyyətlərinin pozulmaması üçün biz bunlara diqqət etməliyik. Qüsurlu dövrana son verəcəyik. Yəni belə deyək, qüsurlu dövrandan çıxarmış olurlar öz körpələrini. Nə gözəl. Nə gözəl. İnşallah ki, valideynlər həqiqətən də bu diqqətçiliyi deyək də uşaqlar üzərində görüb fərqinə vararlar ki, inşallah heç bir uşaqda belə bir problemlər olmasın. Amma olsa belə anında dəqiq diaqnozla müalicə etmək mümkündür. Çox sağ olun. Aytən xanım, bu gözəl videoya görə. İnşallah görüşərik. İnşallah. Sağ olun. Təşəkkür edirəm.